Yayılmış və səbəbi tapılmayan ağrılar, bədənin müxtəlif nahiyələrində, baş, bel, əzələlərdə və s. Analiz və müayinələr normal olur. Tez-tez dəyişən simptomlar, bu gün baş ağrısı, sabah qarın ağrısı, o birisi gün başqa bir nahiyədə ağrı, yerləşməsi və xarakteri sabit olmur. Tibbi izahın olmaması, müayinələrdə ciddi patologiya tapılmır, amma şikayətlər davam edir. Stresslə əlaqəli olması, simptomlar stresli dövrlərdə artır, emosional gərginlik də paralel gedir. Bədənə həddindən artıq fokuslanma, kiçik hisslər belə böyüdülür, daimi bədən nəsə var düşüncəsi, xəstəlik qorxusu, məndə ciddi xəstəlik var fikri, tez-tez internetdə simptom axtarma, həkim gəzmə, müxtəlif ixtisaslara müraciət, cavab tapmayanda narahatlıq daha da artır. Müalicədən qane olmama, heç nə kömək etmir hissi, dərmanlara inamsızlıq və ya tez-tez dərmanları dəyişmə, emosional fonun olması, gizli və ya açıq anksiyetə, depressiya, amma xəstə bunu bədən şikayətləri kimi ifadə edir. Gündəlik həyatın pozulması, iş qabiliyyəti azalır, sosial və ailə həyatına mənfi təsir edir və s. kimi saydığım bu əlamətlər somatizasiya və ya somatik simptom pozuntusunun əlaməti ola bilər. Somatizasiya psixoloji gərginliyin bədəndə fiziki simptomlar kimi hiss olunmasıdır. Yəni insanın şikayətləri realdır, amma onları tam izah edən üzvü orqanik hər hansı bir xəstəlik tapılmır. Emosional yüklənmə bəzən sözlə yox, bədən dili ilə üzə çıxır. Somatizasiyada ən vacib məqam odur ki, bu simulyasiya deyil, xəstə özündən çıxarmır bu əlamətləri, hiss etdiyi hər şey həqiqidir, sadəcə səbəb psixoloji mexanizmlərlə bağlıdır. Bəs necə yaranır? Stres və ya emosional gərginlik artanda beyin bunu təhlükə kimi qəbul edir. Bədəndəki müxtəlif nahiyələr və müxtəlif orqanlarda bu təhlükəyə reaksiya verir. Nəticədə onlarda da müxtəlif narahatlıqlar yaranır. Somatizasiya tək başına da ola bilər, yəni somatik simptom pozuntusu kimi ayrı bir diaqnozdur. Amma çox vaxt anksiyetə, panik pozuntu, depressiya, posttravmatik stres pozuntusu, obsessiv kompulsiv pozuntu kimi psixi xəstəliklərin daxilində də görülə bilir. Müalicəsi təbii ki, həkim psixiatr tərəfindən aparılır.